Bugünkü gün ən böyük problemlərdən, ən geniş yayılmış problemlərdən biri də böyrəkdə olan problemlərdir. Hansı ki, onun səbəbi düzgün qidalanmırıq, düzgün həyat tərzimiz yoxdur və nəticədə bədəndə o yığılan çöküntülər biri də böyrəkdə baş verir. Buna kristallar deyirik və kristalların nəticəsində büzüşmə, sallanma, bəzən kistalar yaranır. Bunun nəticəsində bəzən böyrəkdə kreatin yüksəlir, o analizlərdə zülal yüksəlir. Yenə də səbəb hamısı, bax bu dediyimdir, bu vəziyyətdən çıxmaq üçün insan müraciət edir həkimlərə, müalicələr alır müxtəlif, dərmanlar vasitəsilə, uzun illər bəzən, amma istədiyi nəticəni ala bilmir, əziyyət çəkirlər. Bu vəziyyətdən çıxmaq üçün mən sizə tam təbii, bitki mənşəli, əvəzi olmayan kardiseps deyilən bir məhsul haqqında məlumat verirəm. Bu Tian-Şan dağlarında bitən bitkidir və hüceyrəni bərpa etmək xüsusiyyəti var. Ona görə böyrəyin istənilən bir problemində çox effektiv bir məhsuldur. Amma bununla yanaşı imperator çayı deyilən bir çayımız var. Tərkibində 6 növ yaşıl çay var. Ona yaxın ümumi götürəndə bitki var. Və yanaşı etdikdə bunlara həmin vəziyyəti çox gözəl, effektiv şəkildə aradan qaldıra bilir. Əldə edin, sağlam, rahat böyrəkdən yaşayın. Sağ olun, salamat qalın.